Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, hər birinizi xoş gördük. Qarabağ komandasında yarpaq tökümü davam edir. Qurban Qurbanov Qarabağdan ayrıla bilər. Eyni zamanda çoxsaylı futbolçuların Qarabağdan ayrılacağı gözlənilir. Bəzi futbolçuların gedişi artıq 100%lik ehtimaldır. Digər futbolçuların ayrılmaq ehtimalları nə qədərdir? Bu barədə danışacağıq. Sona qədər izləsəz Qarabağ komandasında yay transfer pəncərəsi ərəfəsində nələr baş verir? Kimlər gələcək, kimlər gedəcək bu barədə məlumat almış olacaqsınız. Sona qədər izləməyi tövsiyə edirəm. Videonu bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişləri açıq tutun. Mən isə bir neçə saniyəlik fasilədən sonra bütün məlumatları sizin nəzərinizə çatdıracağım. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Dəyərli izləyicilər, ümid edirəm ki, bu çarəsiz durumda köməyinizi əskik etməyəcəksiniz, yanımızda olduğunuzu göstərəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Allah heç kimi çətin vəziyyətə salmasın. İndi isə məlumatlara keçirelim. Bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası yarpaq tökümünə yaxınlaşır. Qurban Qurbanov artıq 18 ildir ki, Qarabağ komandasının baş məşqçisi, daha bir il Qarabağda olacaq müqaviləyə əsasən. Amma Qurban Qurbanovun yeni elçisi var və bu dəfə Qurban Qurbanov artıq Qarabağı tərk etməyə hazırdır deyəsən. Bir qədər sonra bu barədə məlumat verəcəm. İlk öncə futbolçulardan sizləri məlumatlandırmaq istəyirəm. Dəyərli dostlar, qapı xəttinə diqqət yetirək. Koxalski Qarabağdan getməkdə israrlıdır və onun Qarabağdan ayrılacağı ehtimalı 95% təşkil edir. Bəli, qeyd edim ki, Qarabağla 2027-ci ilin yayına qədər müqaviləsi olsa da, Koxalski Qarabağın Çempionlar Liqasına vəsqi qazanmaması səbəbilə Çempionlar Liqasına çıxış edə biləcək klublardan birinə keçmək istəyir. Xüsusilə Polşanın Lech komandası onun xidmətində maraqlıdır. Koxalski də Qarabağı razı salmaq istəyir ki, o kluba keçsin. İndi Qarabağ komandası icazə verəcək yoxsa yox, təbii ki, yaxşı təzminat qarşılığında icazə verə bilər. Koxalskinin Qarabağdan ayrılma ehtimalı 95% göstərilir. Eyni zamanda qeyd edim ki, Fabian Buntiçin də 2027-ci ilin yayına qədər Qarabağla müqaviləsi var, amma Fabian Buntiçin xidmətində Qarabağ maraqlı deyil. Hətta Fabian Buntiçə özünə klub tapmasını tövsiyə ediblər. Ya icarəyə veriləcək, ya da birbaşa transfer olunacaq başqa kluba, əgər klub tapılarsa təbii ki. Bilmirəm, Fabian Buntic indi hansı komandaya lazım olacaq, hal-hazırda Qarabağa lazım deyil. Şəhrüddin Məhəmmədəliyevin müqaviləsi başa çatır artıq 1-2 ay qalıb və bu yay Şəhrüddinlə müqavilənin uzadılmayacağı əvvəlcə deyilsə də, daha sonra Koxalskinin və Fabian Bunticin ayrılacağı nəzərə alan Qarabağ komandası Şəhrüddinlə müqaviləni uzatmağı nəzərdə tutur. Hal-hazırda Şəhrüddinin Qarabağda qalıb yoxsa gedəcək 50-50-yə göstəricidir dəyərli dostlar. Ola bilsin ki, Qarabağın yeni əsas qapıcısı Şəhrüddin olsun. Siz də bu barədə fikirlərinizi yazın. Sizcə Şəhrüddin yenidən Qarabağda əsas qapıcı olmağa layiqdirmi oyunu ilə? Yoxsa Qarabağ yeni qapıcı transfer etməlidir Koxalskinin getdiyi halda? Amin Ramazanovla da müqavilə başa çatır və onunla müqaviləni uzatmaq niyyətindədir Qarabağ komandası. Çox güman ki, 3-cü qapıcı kimi yoluna davam edəcək Amin Ramazanov. Amma başqa variantlar da olarsa, Amin Ramazanov onu dəyərləndirəcək. Yəni, qapı xəttində çox ciddi dəyişikliklər olacaq. Müdafiə də həmçinin. Müdafiədə bilirsiniz, Sami Emamenin gedişi 100%'lidir dəyərli dostlar. Çünki artıq o Qurban Qurbanovun qara siyahısına düşüb, əvəzedici heyətə göndərilib və orada da artıq son oyunda özünü yaxşı tərəfdən göstərmədi, qırmızı vərəqə ilə cəzalandırıldı.
Yayda onun icarə müqaviləsi başa çatır və Dinamo Zaqrebə geri qayıdacaq. 100% gedəcək Sami Emami. 100% gedəcək futbolçulardan biri məhz bu futbolçudur. Digər 100% gedəcəyi gözlənilən futbolçusu isə Bədavi Hüseynovdur, dəyərli dostlar. Hətta Bədavi Hüseynovun Qarabağda başqa vəzifə veriləcəyi gözlənilir və o futbolçu karyerasını 34 yaşında başa vurmuş olacaq. Bununla yanaşı Bəhlul Mustafazadənin düzdür bir neçə təklifləri var idi, amma zədə səbəbindən o təkliflər hal-hazırda gündəmdə deyil və onun Qarabağda qalmaq ehtimalı daha yüksəkdir. Qarabağdan ayrılmaq ehtimalı cəmi 20-21% təşkil edir. Kevin Medina da artıq yaşlanır yavaş-yavaş, amma onun bu yayda Qarabağda qalacağı, növbəti yaya qədər Qarabağda top qovacağı gözlənilir. Tural Bayramov isə Qarabağdan böyük ehtimalla ayrılacaq, çünki 78% onun ayrılmaq ehtimalı var Qarabağdan. Columbus Crew klubu Tural Bayramovla maraqlanır, həmçinin digər klublardan da təkliflər var. Hətta Azərbaycandan da təkliflər aldığı bildirilir. Ola bilsin ki, bu Sabah komandası da olsun. Tural Bayramov Qarabağda əsas heyətə düşməkdə çətinlik çəkir. Adətən sonra da meydana daxil olur. Baxmayaraq ki, yüksək performans göstərən futbolçudur. Ona görə də onun da ayrılmaq ehtimalı yüksəkdir. Və maraqlı məqam odur ki, əgər Tural ayrılarsa, Jeremy Gnali Qarabağda qalacaq. Əgər Tural ayrılmasa, Jeremy Gnali icarəyə veriləcək. Bu çox güman ki, Kəpəz Yaşamaxı ya da Zirə komandası ola bilər. Dəyərli izləyicilər, Ervin Cəfərquliyev çoxsaylı təkliflər var göstərdiyi oyun performansı ilə bir çox komandaların diqqətini cəlb edir. Amma o hal-hazırda özü Qarabağa indiki vəziyyət üçün Qarabağda qalmağa qərar verib. Amma sonra fikrini dəyişəcəkmi yoxsa yox, bunu yayda görəcəyik. Abbas Hüseynov maraqlıdır ki, onun Qarabağdan ayrılma ehtimalı yüksək göstərilir. Amma hansı klub görürsən Abbas Hüseynovu istəyir, onu bilmirəm dəyərli dostlar. Onu bilirəm ki, yəni Qurban Qurbanovun da qardaşının yeznəsidir. Komandada hər halda yeri də bir qədər möhkəm olar yəqin ki. Amma onun komandadan ayrılmaq ehtimalı 82% göstərilir. Matheus Silva'nın Qarabağdan ayrılma ehtimalı aşağı göstərilir, 17% göstərilir. Bu yay o Qarabağdan ayrılmayacaq. Baxmayaraq ki, bir neçə dəyərləndirilməli təklifləri var idi. Marko Yankovicin isə cəlbedici təklifləri çoxdur, ölkəsindən də təkliflər var. Ona görə də Marko Yankovici ola bilsin ki, Qarabağ itirsin. Amma hal-hazırda cəmi 56% ayrılmaq ehtimalı göstərilir. Bedio Bikalyonun ayrılmaq ehtimalı 42%dir. Onun da göstərdiyi performans həqiqətən də xüsusilə Çempionlar Liqasında çox möhtəşəm idi. Komandaya fayda verirdi. Ona görə də onu da bir sıra komandalar öz heyətində görmək istəyirlər. Dani Bolt isə Qurban Qurbanovun qara siyahısına düşüb. Bəhlul Mustafazadənin zədələnməsindən sonra əsas heyətdə yer alan Dani Bolt performansı ilə göz oxşamıyor. Qurban Qurbanov onun performansından razı deyil və ona görə də əgər təklif olarsa, o təklifi dəyərləndirməyi düşünür Qarabağ komandası. Abdullah Zubir isə bu yayda Qarabağda olacaq, o heç yerə getməyəcək. Onun Qarabağdan ayrılma ehtimalı 0% göstərilir. Addayi Qarabağdan ayrılacaq futbolçular siyahısındadır. Onun Qarabağdan ayrılmaq ehtimalı 92% göstərilir. Qeyd olunur ki, Addayiyə bir sıra Avropa klublarından təkliflər var. İngiltərə, İtaliya, Almaniya klublarından təkliflər olduğu bildirilir. Hətta İngiltərə Premier Liqasında çıxış edə bilər Addayi. Ona görə də Qarabağla yeni müqavilə imzalamır. Son 2 ay qalıb artıq müqaviləsinin başa çatmasına. Amma Addayi Qarabağın təkliflərini geri çevirir. Johnny Montiel'in də yaxşı təklifləri var, amma yenidən formaya düşmüş Johnny Montiel hələ ki Qarabağda qalmaq niyyətindədir. Düzdür, ona çox cəlbedici təkliflər var və Qarabağda da özünü yaxşı tərəfdən göstərir. Gələndən qısa müddət ərzində komandaya uyğunlaşa bildi Johnny Montiel. Və Kadi Borgesə gəldikdə Qarabağın ən sevimli futbolçulardan biri Kadi Borges də Qarabağda qalmaq istədiyini rəhbərliyə çatdırıb, ona gələn təklifləri dəyərləndiriblər rəhbərliklə bərabər və bildirib ki, Qarabağda qalmaq istəyirəm. Onun Qarabağdan ayrılmaq ehtimalı cəmi 7% göstərilir. Hikmət Cəbrayılzadənin Qarabağla müqaviləsi başa çatır. Yaxın günlərdə onunla yeni müqavilə imzalanacağı gözlənilir. Bununla yanaşı Hikmət Cəbrayılzadə xaricdən təklif olarsa,
onu dəyərləndirmək niyyətindədir ki, onun Qarabağdan ayrılmaq ehtimalı 61% göstərilir. Leandro Andrade'nin Qarabağdan ayrılmaq ehtimalı var. Təbii ki, çoxsaylı klublar onu öz heyətini görmək istəyirlər. Qarabağın ən dəyərli futbolçusudur, sağ cinahdan olduqca etkili futbolçudur. Amma Qarabağ bu futbolçunu buraxmaq niyyətində deyil. Hal-hazırda onun Qarabağdan ayrılmaq faizi ehtimalı 38% göstərilir. Qarabağdan maraqlıdır ki, ayrılmaq ehtimalı 100% kimi göstərilən, 97%, 100% kimi göstərilən futbolçulardan biri də məhz Aleksey Kaşukdur, hansı ki, sabahda da oynayıb və onun sabaha keçəcəyi gözlənilir. Görək bu transfer baş tutacaqmı? Hər halda hal-hazırda Qarabağda əsas heyətə düşməkdə çətinlik çəkir. Leandro Andrade'nin kölgəsində qalır. İkinci hissədə də adətən Toral Bayramov həmin zonda meydana çıxır. Aleksey Kaşuk tam belə deyək, heyətdə yer ala bilmir. Musa Qurbanlı Qarabağdan ayrılmaq ehtimalı cəmi 1% göstərilir. Yəni Qarabağdan ayrılmaq ehtimalı yoxdur demək olar ki. Kamilla Duranın Qarabağdan ayrılmaq ehtimalı maraqlıdır ki, yüksəkdir, 66%. Ona çox saylı təkliflər var ölkəsindən və bir sıra Avropa klublarından. Ona görə də Kamilla Duranın Qarabağda qalıb qalmayacağı sual altındadır. Bununla yanaşı Ramil Şeydayevin, burada indi fotosu yox idi, göstərə bilmədim. Ramil Şeydayevin də Qarabağdan ayrılmaq ehtimalı çox yüksəkdir. Çünki yayda onun müqaviləsi başa çatır. Qurban Qurbanov isə onun son performansından razı deyil və müqaviləni uzatmaq niyyətində deyil. Baxmayaraq ki, aralarında dostluq münasibəti var. Və deməli, Ramil Şeydayev də Qarabağdan ayrılacaq. Və gələk Qurban Qurbanov məsələsinə. Qurban Qurbanov, bilirsiniz ki, 18 ildə artıq Qarabağdadır. Gələn il 19 il olacaq. 2027-ci ilin yayına qədər Qarabağla müqaviləsi var. Bu il çox saylı təkliflər gəlib Qurban Qurbanova, amma Qurban Qurbanov danışıqları 2027-yə saxlayıb. Aldığımız məlumata görə Girona klubu Qurban Qurbanovla bağlı uzun müddətli proqramı var. Və o proqramda Qurban Qurbanovu görmək istəyir. Və Qurban Qurbanov da əslində uzun müddətli proqram olduğuna görə diqqətini cəlb edib öz istədiyi komandanı qura biləcək deyə. Və danışıqları 2027-ci ilə saxlayıb. Ona görə də yəqin ki, 2026-nın sonu, 2027-ci ilin əvvəli Qurban Qurbanovun yenidən Girona ilə danışıqlar apardığını görəcəyik. Böyük ehtimalla Qurban Qurbanov bu dəfə Qarabağdan ayrılacaq, Avropa klublarından birinə keçəcək. Gözlənilir ki, onu Elçin Rəhmanov əvəz edəcək Qarabağda. Siz nə düşünürsünüz? Qurban Qurbanov artıq Avropa klublarından birinə getməlidirmi, yoxsa Qarabağda yoluna davam etməlidir? Onun gedişi Qarabağa necə təsir edə bilər? Fikirlərinizi şərhlər bölümündə yazın, gəlsin. Və Qarabağdan çoxsaylı transferlər gözlənilir. Təbii ki, çoxsaylı futbolçular yola salınacaq. Ümumiyyətlə, artıq son zamanlar çox az transferlər olundu və bir neçə transfer futbolçu yola salındı. Yayda daha bir neçə futbolçu yola salınacaq. Ona görə də Qarabağ komandasının yayda 7-8 ən azı transfer edəcəyi gözlənilir. Ümid edirəm ki, növbəti videomuza izləmək üçün kanalımıza abunə olub bildirişi açıq tutacaqsınız və o verilişdə biz sizə Qarabağın transfer edəcəyi futbolçuları təqdim edəcəyik və yaxın günlərdə Qarabağın bir rəsmi transferi açıqlayacağı gözlənilir ki, bu barədə də həmin videoda məlumat verəcəyik. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videoda görüşmək ümidi ilə hələlik.